Verilmiş blok sxemi Python proqramlaşdırma dilində ifadə edək. İlk öncə görürük ki, x-ə 5, y-ə 17 mənimsədilib. Daha sonra x kiçikdir y şərti var. Həmçinin bu şərt hə və yox qolları qeyd edilib. Hə qolu müəyyən bir dövr təkrarlanması var. Yəni x-in y-dən kiçik qiymətlərində təkrar dövr edir. Və burada dövr olduğu üçün while yazırıq. Və x kiçikdir y-in hə qolu x bərabərdir x üstəgəl 3 blokuna hesablanır. Yəni x-ə hər dəfə x üstəgəl 3 mənimsədilir. Dövr yekunlaşdıqda isə, yəni x kiçik y şərti ödənmədikdə print x üstəgəl y çap edir. Doğru cavab A variantı. Bəs niyə burada while yazdıq, if yazmadıq? Gəlin ona baxaq. Baxın, burada while yazmışıq, amma nəyə görə? Baxın, x kiçikdir y, həm də şərtdir. Niyə if yazmadıq? Ona görə if yazmadıq ki, əgər biz if yazsa idik, x kiçikdir y bir dəfə şərti yoxlayasıydıq və x bərabərdir x üstəgəl 3-ü bir dəfə hesablayacaqdıq. Daha sonra if-dən sonra birbaşa print x üstəgəl y çap edəcəkdir. Amma bizdə isə görürük ki, belə bir dövr var və bu dövr təkrarlandığı üçün bu dövr nə zaman bitəcək? Ondan sonra yox qolu gəldikdə x üstəgəl y çapa gedir. Yəni bura biz heç cür, əgər burada dövr olduğu halda heç cür if yaza bilmərik. Baxın, burada if ola bilməz, qətiyyən ola bilməz. İfləri ona görə çıxırıq. Bəs niyə A yazdıq, Y yazmadıq? Diqqətlə baxsaq görərik ki, while x kiçikdir y, bəli, buradan doğrudur. Bu halların hər birində x bərabər olur x üstəgəl 3-ə. Amma print x üstəgəl y yazır. Bu misal, yəni Y variantındakı şərtdə deyir ki, elə bil ki, hər dəfə deməli x kiçikdir y şərtini yoxlayır. Doğru olduqda keçir x bərabərdir x üstəgəl 3-ü hesablayır və daha sonra həmin y-in qiyməti 17-dirsə, hər dəfə bax x üstəgəl y çap edir. Amma bizdə elə bir şərt yoxdur. Biz görürük ki, hər dəfə x üstəgəl 3-ü özünə mənimsədir və ən sonunda print x üstəgəl y çap edir yox qoluna çatdıqda. Yəni burada heç bir əlavə bir printlə bağlı şərt olmadığı üçün print bunun içərisində gedir burada. Amma bizdə əslində dövr yekunlaşdıqdan sonra A variantında isə dövr baxın, while dövrü tamamilə yekunlaşır. X kiçikdir y-in bütün şərtlərində deməli x bərabərdir x üstəgəl 3 mənimsədilir. X-in yekun qiyməti tapılır. Daha sonra yox qoluna gəlib çatdıqda x üstəgəl y çap edir. Y variantı da səhv oradadır.